Hoş gördük. Maşallah, baxıram. Əməlli başlı uşaqlar yetişdirsən. Mən səninlə fəxr edirəm. Çox sağ ol. Həqiqətən. Və Simral müəllimdən bizim tanışdığımız bu boydalardır. Ben müsaade ettim ona. Bizim bu vaxtdan idi. O vaxtdan Simral bizim ən güclü yetirmələrimizdən, tələbələrimizdən olur. Və mən də bu günləri həm bu zalda, ümumiyyətlə idman aləmində hər zaman nümunə göstərəndə Simral müəllimin nümunə göstərirəm. Həm idmançı kimi, həm bir dost kimi, həm bir müəllim kimi onun nailiyyətlərini və bu günləri baxıram ki, günün gündən də həqiqətən də çox yaxşı inkişaf edir. Əslində qalanı bu bizə də reklamdır. Çünki nə baxımdan bizim məktəbsən də. Mən fəxr edirəm. Sağ olsun. Müəllim, sənin də əziyyətin danılmazdır. Neçənci dəfə gəlirəm, görürəm ki, belə uşaqlara başqa bir yanaşsam. İndi uşaqlar bilməzlər, müəllimdən müəllimə də fərq var. Hər müəllimlər öz tələbələrinə qarşı belə münasibət göstərmirlər. Yəni, mən sevinirəm ki, özü sayı da get-gedə də çoxalır, halal olsun. Döyüşlərə də baxıram, elə bilməyin ki, xəbərim yoxdur. Kimlər ki, yarışa çıxır, amma döyüşlərini ayrı-ayrılıqda izləyirəm. Yəni, hər birimizdən həqiqətən də fəxr edirəm. Amma bir daha da deyirəm, hamı, yəni Simral müəllim döyüşəndə Udarnik oldu. Simral müəllimin ayağındakı olan zərbəni mən hələ bu ciddi deyirəm, yəni Azərbaycan MMA-ində mən o zərbəni heç kimdə görməmişəm. İndi o da öz stilinə uyğun yetişdirir də, Udarnik yetişdirir. Amma biraz Brazilski jiu-jitsuya da çox güclü önəm vermək lazımdır. Özünüz bilirsiniz ki, bu dəqiqə MMA-in əsas təməli, ana bazası Brazilski jiu-jitsudur. Yəni, indi siz döyüşürsünüz, əl, ayaq, bəndləri inkişaf elətdirirsiniz, amma güləşi yaddan çıxartmaq lazım deyil. Ona görə onunla bağlı, yəni, güləşə biraz üstünlük verin. Elə axırıncı, belə son bir neçə ildə görürsünüz də MMA döyüşlərində elə çempionlar hamısı güləşçilərdən çıxır. Yəni, idmanda təkcə, belə deyək də, qəşəng döyüşdüm, əl-ayaq zərbələrim güclü oldu. Biraz siyasət də lazımdır, yəni ağıllı gedişlər eləmək lazımdır. Elə kör-körənə motivasiyanın yüksək olsun, döyüşün dəliqanlı olub, yox, ağıl da tələb edir. Yəni, böyük idman, indi burada hamımız bir 100 nəfər gəncsinizsə, demək olar ki, bəlkə bir 70-80 nəfəriniz bu reallıqdır ki, idmanda qalmayasın. Böyük idmana çox az sayda adam keçid edir. Yəni, indidən də deyirəm ki, bilirsiniz ki, yəni, səhərsi gün böyük idmana addımlarınızı atanda, yəni, kör-körənə addım atmayasın. Hər zaman idman ağlı sevir, ağıllı gedişləri sevir. Ona görə mən şəxsən siz müəllimlərə güvənirəm, bilirəm ki, bu barədə heç bir nöqsanlar olmayacaq. Çünki həqiqətən, yəni söhbət indi bizim dostluğumuzdan, qardaşlığımızdan gedmir. Bizim indi başqa dost qardaşlarımız da var, yəni belə deyək də, müəllimlik fəaliyyətindən məşğul olan. Amma onlarda olan tələbə-müəllim münasibətini belə qayğı keçdiyi mən açıq deyim ki, görməmişəm. Sizdə görmüşəm bunları. Ona görə bir daha uşaqlar, möhkəm olun. Mən də öz payıma nə düşürsə, indi deməyə ehtiyac yoxdur. Hər zaman yanımızdayam. Nə lazım olar? Əsas odur ki, məşqinizi edin. Qabağı sizi çəkmək, sizi gələcəkdə ulduzlara çevirmək, böyük yarışlara qatılmaq, o artıq bizim funksiyamızdır. Sizdən əsas nə gəlir ki, məşqlərinizi eləyin, dalını biz gətirəcəyik. Doğru olsun uşaqlar. Çox sağ olun.